Qərbi Azərbaycan kəndləri. 9 kəndi. 9 kəndi Gərnibasar mahalının Qəmərli rayonunda Gərni çayının sol sahilində yerləşib. Toponimin Qıpçaq türklərinin Tokuzoba tayfasının adından qaynaqlandığı ehtimal olunur. Lakin nəzərə almaq lazımdır ki, Oğuz türklərinin tayfa birləşmələrindən biri də 9 Oğuzlardır. Gərnibasar mahalı da İç Oğuzun mərkəzində yerləşən bölgələrdən biridir. 19-cu əsrin əvvəllərinə qədər kəndin sakinləri ancaq Azərbaycanlılar olublar. 1828-ci ildən Çar Rusiyasının hakim dairələrinin əli ilə xaricdən bölgəyə intensiv olaraq ermənilər gətirilir. 100 il keçmir ki, erməni daşnaqları havadarlarının köməyi ilə bölgəni müharibə meydanına döndərirlər. 1918-ci ildə erməni vəhşiliyindən baş götürüb qaçan 9 kəndinin sakinləri Arazın o tayında sığınacaq tapırlar. Sovet hakimiyyəti qurulandan sonra bu yurtsevər insanlar viran qoyulmuş kəndlərinə qayıdıb burada həyatı bərpa edirlər. 1949-cu ildə Qərbi Azərbaycanda yaşayan 100 minlərlə soydaşımız kimi 9 kəndinin sakinləri də əzəli torpaqlarından deportasiya olunurlar. Bundan sonra ermənilər 9 kəndinin adını dəyişdirib Kanaçut qoyurlar. Qərbi Azərbaycan kəndləri.